Dünən ailəmlə birlikdə Mamacanın yeni açılmış gənclik filialında səhər yeməyində olduq. Bu filialda dekorasiyalar o qədər zövqlə hazırlanıb ki, sanki Tbilisidə bir kafenin içindəsən. Gürcü papaqları, çantalar və interyer məkana tam fərqli bir ruh qatırdı. Hər küncü şəkil çəkdirmək üçün idealdır. Restoran 2 mərtəbəlidir. Biz 1-ci mərtəbədə əyləşdik. Məkanda sakit gürcü musiqisi səslənirdi və bu da səhər yeməyinin zövqünü daha da artırırdı. Yeməklər gələnə kimi gürcü papaqları və çantaları ilə dekorların yanında şəkil çəkdirdik. Qeyd edim ki, burada çay və çörək limitsiz idi. Bu da böyük üstünlükdür. Üstəlik servis haqqı yox idi. Set o qədər doyumlu idi ki, biz 4 nəfərə 2 nəfərlik seti yeyib qurtara bilmədik. 2 nəfərlik setin qiyməti 26 manat idi. Bu qiymətə bu qədər ləzzətli və zəngin səhər seti tapmaq doğrudan da çətindir. Setdə dilimlənmiş portağal, şokolad yağı, çiyələk mürəbbəsi, 2 cür adi və suluqani pendiri, smetan, qaymaq, əncir cemi, kərə yağı, pomidor, xiyar, qara zeytin, soyutma yumurta, holland pendirli yumurta, pomidor yumurta, siqara börəyi, çibreki və acaruli daxildir. Yeməklərin hər biri isti, təzə və çox dadlı idi. Mamacan gənclik filialını sizə ürəkdən tövsiyə edirəm.